Elektrik avtomobillər kimlər üçündür? Sadəcə yanacağa qənaət etmək istəyənlər üçün? Xeyr. Sadəcə texnologiya sevənlər üçün? Yenə də xeyr. Elektrik avtomobillər dünyaya fərqli baxan insanlar üçündür. Onlar sükan arxasına keçəndə mühərrik səsi yox, rahatlıq axtarırlar. Onlar vaxtlarını servis qapılarında yox, yolda keçirmək istəyirlər. Onlar gələcəyi başqalarının izah etməsini gözləmir, özləri yaşayırlar. Telefonu, evi, saata ağıllı olan bir insan niyə avtomobilinin də ağıllı olmasını istəməsin? Elektrik avtomobillər fərqlənmək istəyənlər üçündür. Çünki bəzi sürücülər üçün güc mühərrikin səsində deyil. Qaza toxunduğun ilk anda hiss etdiyin reaksiyadadır. O zaman Volkswagen ID Unix Max-a baxmağa dəyər. 340 at gücü, tam oturuculu AVD sistemi, 8,2 kWh batareya və futuristik kupey SUV dizaynı. ID Unix Max sadəcə elektrik avtomobil deyil. Bu, gələcəyə keçid deyil. Bu, gələcəyin artıq gəldiyinin sübutudur.